Bəli, Yupiter Aslanda və su ünsürləri balıqla başlayacağıq. Bu bir ili, yəni gələn ilin, bu ayın 27-sinə qədər bütün işləyən balıqlar işinizdə və həyatınızda yüksəlişlər, genişləmələr və həqiqətən böyük, yəni genişləmələr, artmalar olacaq. İş gücünüz genişlənəcək. Yupiter axı böyüdən, genişlədən, biraz şişirdəndir. Çox böyük həyat enerjiniz olacaq. Demək olar ki, 12 bürcün içində ən böyük həyat enerjisini işləmək, pul qazanmaq, xarici səfərlər, insanlarla ünsiyyət sizdə olacaq. Yəni həqiqətən ətrafınızda bu bir ildə elə bir böyük artım olacaq. Həm işləriniz, həm tanıyacağınız insanlar o qədər genişlənəcək. İstədiyiniz iş sahəsində irəliləyişi eləyə biləcəksiniz. Fürsətlər qapınızda olacaq. Özünüzə şoka düşəcəksiniz. Hobbinizdən belə pul qazana bilərsiniz. Amma sadəcə olaraq bu il içində çox yorulacağınıza görə bəzi balıqlar, ürək problemi olanlar, xahiş edirəm səhhətinizə diqqət edin. Çünki bu sayda problemlər yaşaya bilərsiniz. Özünüzü çox yormayın. Yuxu sisteminə diqqət edin. Çünki balığın həyatı üçün yuxu çox önəmli prosesdir. Və aldadıldığınız yerlərdə yenidən bu bir il içində yenidən sizi aldatmağa cəhd edə bilərlər və siz çalışın ki, yenidən aldanılmayasınız. Yəni elə bil ki, o labirintə yenidən sizi salmaq istəyəcəklər, amma siz bu vəziyyətdən uzaqlığı ilə çıxacaqsınız. Və xərçənglər. Xərçənglər bu il sizə ancaq pul sahəsində, karyera sahəsində irəliləyişlər olacaq. Bəli, çünki Yupiter pul evinizdə olduğu üçün əslində pul sizə həm ev içindən, ev daxilindən gələ bilər, doğmalarınız tərəfindən, həm də bəzi gördüyünüz işlərdən təkliflər və pul ola bilər. Ağılsız şəkildə pul xərcləməyin. Çünki Aslan bürcü bilirsiniz, lüks yaşamağı sevir, dəli kimi pul xərcləməyi sevir, biraz əyləncəyə meyillidir və bu da sizin bürcünüzə, su ünsürləri arasında xərçəng biraz pul xərcləməyə və bu cür yaşamağa meyilli olduğu üçün sizə bəli, bu cür təsir eləyə bilər. Ona görə də pulu diqqətlə, ehtiyatla istifadə edin. Lazımsız yerə pul xərcləri eləməyin, məsləhət deyil. Və əqrəblər. Bu dövr sizin üçün əqrəblər karyera dövrüdür. Harda nə iş görürsünüz, görün. İşləriniz artacaq. Həm insanların gözündə, həm işlədiyiniz yerdə vəzifəcə sizdən yüksək olan rəhbərin gözündə görsənən olacaqsınız. Sizi vəzifə cəhətdən, rütbə cəhətdən böyüdəcəklər. Ara sıra iş gücdən çox yorulacaqsınız, çox işləyəcəksiniz. Həqiqətən karyera, iş, kommersiya, nə ilə məşğul olursunuzsa, əqrəb bundan sonraki bir ildən, bax bu gündən sonraki bir ildə, belə deyək, onu hiss eləyəcək. Çox yorulacağınız bir ilə girirsiniz. İkinci evinizi 10-cu evə daşıyır. Bu il ev üçün, öz eviniz üçün nə isə bir əşyalar ala bilərsiniz, elektron əşyalar və s. Elədiyiniz bütün alış-verişlər uğurludur. Həmçinin uşaq nəvə xəbərləri də olacaq. Hamınız üçün xeyirli, uğurlu, ruzli və bərəkətli olsun. İnşallah bundan sonraki olacaq bu bir ildə istədiyiniz arzu və niyyətlərə istədiyiniz şəkildə çatasınız. Aldım, qəbul etdim, kodlandım deməyi yazmırsınız, ürəyə toxunursunuz. Allahım. Bəli, bu cür təsir eləyə bilər. Ona görə də pulu diqqətlə, ehtiyatla istifadə edin. Lazımsız yerə pul xərcləri eləməyin, məsləhət deyil. Və əqrəblər. Bu dövr sizin üçün əqrəblər karyera dövrüdür. Harda nə iş görürsünüz, görün. İşləriniz artacaq. Həm insanların gözündə, həm işlədiyiniz yerdə vəzifəcə sizdən yüksək olan rəhbərin gözündə görsənən olacaqsınız. Sizi vəzifə cəhətdən, rütbə cəhətdən böyüdəcəklər. Ara sıra iş gücdən çox yorulacaqsınız, çox işləyəcəksiniz. Həqiqətən karyera, iş, kommersiya, nə ilə məşğul olursunuzsa, əqrəb bundan sonraki bir ildən, bax bu gündən sonraki bir ildə, belə deyək, onu hiss eləyəcək. Çox yorulacağınız bir ilə girirsiniz. İkinci evinizi 10-cu evə daşıyır. Bu il ev üçün, öz eviniz üçün nə isə bir əşyalar ala bilərsiniz, elektron əşyalar və s. Elədiyiniz bütün alış-verişlər uğurludur. Həmçinin uşaq nəvə xəbərləri də olacaq. Hamınız üçün xeyirli, uğurlu, ruzli və bərəkətli olsun. İnşallah bundan sonraki olacaq bu bir ildə istədiyiniz arzu və niyyətlərə istədiyiniz şəkildə çatasınız. Aldım, qəbul etdim, kodlandım deməyi yazmırsınız, ürəyə toxunursunuz. Allahım.